Salam uşaqlar, bu günləri kimyəvi rabitə oktet dublet qaydası, yəni 8-ci sinif dərsliyindən bu mövzuyu izah edəcəm. Demək, birinci gəlin baxaq görək kimyəvi rabitə nədir? Kimyəvi rabitə atomlar müxtəlif və yaxud eyni atomlar arasında yarana bilir. Eyni atomlar arasında, məsəl üçün hidrogen atomlar arasında, oksigen atomlar arasında, azot atomlar arasında, xlor atomlar arasında, hansı ki, bax belə indeksini yazırıq. Bunlar demək nədir? Artıq molekullardır. Yəni, iki müxtəlif atomlar birləşir, bir-birinə rabitə yaradır. Nə mövcud olur? Burada molekullar mövcud olur. Demək, hidrogen atomlar arasında rabitə necə yaranır? Onun mexanizminə baxaq uşaqlar. Hidrogenin bir elektronu var. Demək, burada iki hidrogen atom var. Birinin bir elektronu var. İkinci hidrogenin də yenə bir elektronu var. Yəni, hər bir hidrogen öz tək elektronunu qoymaqla mübadilə mexanizmi üsulu ilə nə yaradır? Rabitə yaradır. Yəni, hər bir hidrogenin bir elektronu olduğu üçün burada 2 elektronumuz var. 2 elektron da neçə rabitə yarada bilir? Bir rabitə yarada bilir. Ona görə də hidrogen atomlar arasındakı rabitə nədir? Bir dənə kovalent rabitədir. İndi oksigen atomları üçün baxaq uşaqlar. Oksigen atomlarına baxsaq, biz görərik ki, oksigenin 2 dənə tək elektronu var. Oksigenin 2 tək elektronu var və ona görə də rabitədə həmin bu tək elektronlar iştirak edir oksigen atomlar arasında. Yəni, bir oksigenin 2 tək elektronu, digər oksigenin də 2 tək elektronu. Bizim 4 elektronumuz var. Hər oksigenimizin 2 tək elektronu rabitə yaratmaqda iştirak elədiyi üçün. Ona görə də bizə burada neçə dənə rabitə mövcud olacaq? 2 kovalent rabitə mövcud olacaq. Yəni, hidrogen arasında bir kovalent rabitə, oksigen atomları arasında isə 2 kovalent rabitə mövcud olur. Azot atomları üçün baxsaq, uşaqlar, azotun demək 7 elektronu var. Və biz buradan görürük ki, azotun neçə tək elektronu var? 3 tək elektronu var. Azotun 3 tək elektronu olduğu üçün, yəni 2 azot atomumuzun hərəsinin 3 tək elektronu və bizim 6 elektronumuz var. 6 elektron da neçə rabitə deməkdir? 3 rabitə deməkdir. Ona görə də azot atomlar arasında nə var? 3 kovalent rabitə mövcud olur. Burada biz baxdığımız indi bu nümunələr eyni növ atomlar arasında yaranan rabitədir və bu rabitə yarananda mübadilə mexanizmi üzrə yaranır və bu rabitələr və eyni növ atomlar olduğu üçün elektron keçidi heç bir atoma keçə bilmir. Nəyə görə? Çünki bunların hər ikisinin elektromənfiliyi eynidir. Elektromənfiliyi müxtəlif olmalıdır ki, elektromənfiliyi az olan atom elektromənfiliyi çox olan atoma elektron versin. Burada hər ikisinin elektromənfiliyi eyni olduğu üçün rabitə yaranan zaman elektronlar hər iki atomdan eyni uzaqlıq məsafədə yerləşir. Yəni, heç bir atoma elektron keçidi baş vermir. Ona görə də uşaqlar, eyni növ atomlardan əmələ gələn belə molekullarda oksidləşmə dərəcəsi nəyə bərabər olur? 0-a bərabər olur. Yəni, bunlarda elektron keçidi baş vermədiyi üçün müsbət və mənfi yüklər nədir? Mövcud olmur. İndi gəlin baxaq müxtəlif növ atomlardan əmələ gələn rabitənin yaranma mexanizminə. Demək, burada kitabımızda da var, elə natrium xlor misalında baxaq. Demək, kimyəvi rabitə yaradan zaman uşaqlar, müxtəlif növ atomlar demək, öz elektronlarını stabilləşdirmək üçün öz elektronlarını həmin kimyəvi elementlər özünə ən yaxın olan təsirsiz qazın elektron saylarına bənzədirlər. Demək, burada mən kiçik dövrlərin təsirsiz qazlarını yazıram ki, helium, demək, neon, argon. Demək, kiçik dövrlərin, yəni 1-ci, 2-ci, 3-cü dövrlərin təsirsiz qazıdır bunlar. İndi bunların nümunəsində, yəni bu natrium xlorda, yəni bunlara uyğunlaşdırdığına görə mən elə neonla, argonla ən çox oktet qaydasını indi izah edəcəm. Demək, natriumun 11 elektronu var. Natriumun 11 elektronu var və xarici energetik təbəqəsində 1 elektronu var. Natrium öz xarici energetik təbəqəsindəki elektronunu, demək, 1s üstü 2, 2s üstü 2, 2b üstü 6. Hansı təsirsiz qazın elektronlarının sayına bərabər eləməsi daha əlverişlidir? Aydın məsələdir ki, neona. Çünki o arqona bərabər etməsi üçün ona 7 elektron lazımdır ki, 18 olsun. Ona görə də natrium 1 elektronunu verir
öz elektron sayını neonun elektron sayına bərabər eləyir. Yəni 10 dənə elektron olur və bu zaman xarici energetik təbəqəsində 8 elektron olur. Yəni xarici energetik təbəqəsində 8 elektron olduğuna görə buna deyirik oktet qaydası. Yəni oktet 8-lik deməkdir. İndi xlorda baxaq. Xlorun isə 17-dir sıra nömrəsi. Xlorun xarici energetik təbəqəsində 7 elektron var. Xlorun xarici energetik təbəqəsində 7 elektron olduğu üçün o öz elektron saylarını argon elektron sayı, yəni ona ən yaxın olan hansı olacaq? Argon təsirsiz qazı. Yəni o 1 elektron olacaq. Elektron saylarını yenə neçəyə bərabər eləyəcək? 8-ə bərabər eləyəcək. Yəni yenə bunda da hansı qayda olacaq? Oktet qaydası olacaq. Burada uşaqlar natrium elektron verdiyi üçün müsbət yüklənəcək. Xlor isə elektronu aldığı üçün necə yüklənir? Mənfi yüklənir. Yəni natrium xlorda natrium müsbət yüklü ionu, xlor isə mənfi yüklü iona nə edir? Çevrilir. Bayaq yuxarıda burada görürsünüz müsbət mənfi yüklər əmələ gəlmirdi. Burada atomlar arasında yaranan nə idi? Kovalent rabitədir. Ancaq burada isə ionlar arasında yaranan artıq rabitədir. Müsbət və mənfi ionlar arasında yaranan rabitədir. Hətta bu rabitə nədir? İon rabitəsidir. Demək, burada artıq elektromənfiliyi az olan atom, hansı ki natriumdur, elektromənfiliyi çox olan atoma, hansı ki xlora elektronunu verib, neyniyib, ionlara çevriliblər. Yəni, burada kimyəvi rabitə atomların bir yerdə saxlayan nədir? Qüvvələr cəmidir. Yəni, elektrostatik cazibə qüvvəsinin təsiri nəticəsində atomlar, ionları bir yerdə saxlayan qüvvələr cəminə biz nə demişdik? Deyəcəyik, kimyəvi rabitə deyirik. İndi burada biz oktet qaydasını öyrəndik. Oktet qaydası öyrəndik ki, öz xarici energetik təbəqəsindəki elektronların sayı neçəyə bərabər eləyəndə oktet qaydası olur? 8-ə bərabər eləyəndə. İndi demək, hər bir kimyəvi elementdə bir də onu yadımızda saxlayırıq ki, öz xarici energetik təbəqəsində elektronlarının sayını o özünə ən yaxın olan təsirsiz qazın elektron sayına bərabər eləyir. Onu da natrium xlor nümunəsində baxdıq. İndi gəlin görək, bəs uşaqlar, dublet qaydası nədir? Dublet qaydasına tabi olan burada hidrogendir. Demək, hidrogendir, litiumdur. Demək, litiumun sıra nömrəsi 3 idi. Sonra berilyumdur və bordur. Demək, bunların rabitə yaradan zaman bu 4 kimyəvi element öz elektron saylarını gəlin görək necə eləyir ki, dublet qaydasından, yəni nəyə bənzədəcək dublet qaydası? Yəni heliumun elektron saylarına bərabər eləyəcək, yəni 2-yə bərabər eləyəcək. Onu da biz deyəcəyik dublet qaydası. Hidrogenin bir elektronu var. Məsəl üçün tutaq ki, natrium hidrit, natriumdan natrium hidrit belə bir birləşmə əmələ gətirir. Aydın məsəl ki, burada yenə natrium elektronunu verəcək. Hidrogen də o elektronu qəbul edib mənfi yüklənəcək. Və natriumun bir elektronu var. Birinin də aldı neçə elektron olacaq? 2 elektron olacaq. Yəni 2 elektron da nəyə bərabərdir? Helium təsirsiz qazın elektron saylarına və burada da olacaq nə? Dublet qaydası. Yəni 2. Xarici energetik təbəqəsində artıq elektron saylarını 2-yə bərabər edir. İndi litium üçün baxsaq, uşaqlar, litiumda xarici energetik təbəqəsində 1 elektronu var. Yəni 2S üstü 1-dir. Bu elektronlarını demək dublet qaydası bunda demək heliumun elektron saylarına bərabər eləməsi üçün demək bu 1 elektronunu verir. Yenə bunda da dublet qaydası olur. Yenə bu da elektronlarını 2-yə bərabər olur. Yəni heliumun elektron saylarına bərabər olur. Bor üçün baxsaq, daha doğrusu berilyum üçün baxaq əvvəlcə. Berilyumda da yenə xarici energetik təbəqəsində 2 elektron var və öz 2 elektronunu verir. Yenə elektron sayları 2-yə bərabər olur. Yenə nədir? Helium təsirsiz qazın elektron saylarına bərabər eləyir. Borun isə xarici energetik təbəqəsində 3 elektron var. Demək 3 elektronunu verir. Bu 3 elektronunu verir. Yenə elektron sayını 2-yə bərabər eləyir. Helium təsirsiz qazın elektron sayına, yəni bərabər olub dublet qaydası artıq bu da dublet qaydasına tabi olur. Yəni burada görürük ki, oktet qaydasında elektronlar ya almaqla, ya atomlar elektronu alır, ya atomu elektronlarını verir, 8-ə bərabər eləyir. Buna oktet qaydası deyirik. Yəni 8-ə bərabər eləyir, 8-lik deməkdir oktet. Dublet qaydası isə öz elektronlarını yenə ya elektron alır. Məsələn, hidrogen burada elektronu aldı.
hidrogen ya elektron alır, ya elektronu verir. Elektron sayılarını 2-yə bərabər eləyir. Yəni helium təsirsiz qazın elektron sayına bərabər eləyir və buna da biz nə deyirik uşaqlar? Dublet qaydası deyirik. İndi burada bir dənə nümunə çəkmək istəyirəm. Oktet qaydasında biz məsəl üçün burada xlor elektronu aldı, 18-ə bərabər elədi. İndi bir də 18-ə bərabər, məsəl üçün birdən kalsium misalına baxsaq, kalsiumunda elektronları neçəyə bərabərdir? 20-yə bərabərdir. Demək, xarici energetik təbəqəsində 2 dənə elektronu var. Bu elektronlarını nə hansı təsirsiz qazın elektron sayına bərabər eləyəcək? Aydın məsələdir ki, arqonun. Yəni 2 elektronunu verəcək, ona görə də kalsium müsbət oksidləşmə dərəcəsi göstərir. Elektronlar neçə qalacaq? 18. 18 elektron qalacaq, o da olacaq hansı təsirsiz qazın elektron sayına bərabər bənzədəcək? Arqon təsirsiz qazın elektron sayına bənzədəcək. Yəni həmçinin burada bayaq xlorda elektron alıb 18 eləmişdi. Burada da kalsium elektronu verdi, nə oldu? Elektron sayları 18. Məsəl üçün bir başqa nümunə də baxaq, tutaq ki, alüminiuma baxaq. Alüminiumun elektron sayı 13-dür. Və burada alüminium əgər arqona bərabər eləmək istəyirsə, 18-ə bərabər eləmək istəyirsə, gərək 5 elektron alsın. Ona görə alüminiumda 5 elektron almaqdan 3 elektron verir burada. Yəni metalda da metallar həmişə elektron verən olur, elektron almır. 3 elektron verir, 10-a bərabər olur elektron sayları. O da hansı təsirsiz qazın elektron sayına bənzətmiş olur? Neon təsirsiz qazın elektron sayına bənzətmiş olur.